Herkese salam olsun, hər birinizi xoş gördük. Keçən dəfə söhbətimizin mövzusu danışmaq və nitqin açılması idi. Daha doğrusu, nitqin açılması ilə danışmaq arasında olan fərq idi. Söhbətə başlamazdan əvvəl hər birinizdən xahiş edirəm, əgər video ilə əlaqədar sualınız, təklifiniz, iradınız, nə isə bir sözünüz varsa, bunu lütfən videonun şərh bölməsinə yazın. Yəni şəxsiyə yox, mesaj qutusuna yox, bura yazın ki, bir yerdə müzakirə edə bilək. O ki, qaldı mərkəz təlimlərinə. Mən heç bir mərkəz haqqında danışmamışam. Əksinə biz özümüz də 2016-cı ildə 8 həftə mərkəz təlimi almışıq. Ondan sonra, yəni Sumqayıtda aldıq təlimi, daha sonra rayona, evimizə döndük. Amma bir gündə aksatmadan təlimlərə davam etdik ki, hal-hazırda bu təlimlərimiz artıq dərs şəklində gedir. Sadəcə mənim dediyim nədir? Bax, bu qədər əzab əziyyətlə, bu qədər pul xərcləyərək, vaxt sərf edərək, əmək, zəhmət sərf edərək uşaqlarınızı təlimə aparırsınız. Bu çox yaxşı, çox gözəl. Amma bir şeyi unudursunuz ki, autizmli uşaqların mübarizəsində təlim yetərli deyil. Təlimə edirsiniz, bu çox yaxşı. Amma pəhrizi eləməyəndə təlim yarımçıq qalır. Yəni o mübarizə tam olmur. İşin nəticəsi görsənmir. Ona görə görsənmir ki, iş yarımçıq görülür. Yəni pəhriz və təlim bu qoşa qanaddır. Bunlar ikisi bir yerdə getməlidir ki, bir yerdə siz bunu aparmalısınız ki, uşağınızda gözəl nəticəni görəsiniz. Yox, əgər kimsə sizə deyirsə ki, əşi təlim nədir, pəhriz boş şeydir, pəhrizsiz də olar, uşaq tək təlimlə də düzələr. Yenə deyirəm, mən digər inkişaf geriliklərindən danışmıram, məhz autizmdən danışıram ki, autizm mübarizəsində təlim tək başına yetərli deyil. Bunu sizə əminliklə deyirəm. Kim deyirsə ki, pəhriz mənasızdır, çıxsın qarşıma, mən onu başa salım, pəhrizin mənasını. Pəhriz ümumiyyətlə nə deməkdir? Mən pəhrizi bilirsiniz ki, böyük anlamda deyirəm. Yalnız qida nəzərdə tutmuram. Və bunu bir çox mütəxəssislər də təsdiq edə bilərlər ki, uşaq gəlir təlimlərə, bəzi şeyləri öyrənir, indi öyrənə bildiyi qədər yəni. Ondan sonra tutalım ki, 2-3 ay fasilə verirlər. Təkrar mərkəzə gələndə artıq baxırlar ki, əvvəl o əzab-əziyyətlə öyrətdikləri hər nə idisə, o da çıxıb uşağın yadından. Hər şey enib sıfıra. Yəni və onlar da yenidən başlamalı olurlar, sıfırdan başlamalı olurlar. Və təlimin niyə tək başına nəticə vermədiyi haqda keçən videolarımızda danışmışdıq. Yenə də xatırlatma eləyirəm ki, autizmli uşağın bədənindən nə qədər ki, toksinlər, ağır metal, iltihab, parazitlər təmizlənməyib, o təlimin nəticəsi olmayacaq. Çünki autizm neyroiltihabi bir xəstəlikdir. Bilirsiniz ki, ağır metal yüklənməsi olur uşaqlarda. Ümumiyyətlə, uşağın bədəni təmizlənməlidir ki, qan təmizlənməlidir ki, bütün orqanlar axı qanla qidalanır və beynimiz də qanla qidalanır. Bu qan əgər keyfiyyətli deyilsə, təmiz deyilsə və bütün orqanlarda o təmiz qanla qidalanmırsa əgər, bu uşağın beyni nə cür alacaq o təlimi? Nə cür olacaq? Onun nəticəsi necə olacaq axı? Mən hər zaman düşünürəm bu təmiz qan barədə və belə qənaətə gəlirəm ki, əslində bütün xəstəliklərin səbəbi elə çirkli qandır. İstəyir autizm olsun, istəyir digər xəstəliklər olsun. Əgər bədəndə təmiz qan varsa, bədənin immuniteti möhkəmdirsə, heç bir xəstəlik bədənə yaxın gələ bilməz. Və artıq sübut olunubdur ki, autizm də autoimmun xəstəlikdir. Və uşağın bədənini bu saydıqlarımdan təmizləməyin ən gözəl, ən təbii, ən sərfəli yolu pəhrizdir. Pəhrizlə uşağın bədəni gözəl şəkildə təmizlənir, dərmansız, kimyəvi vasitələrsiz və uğurlu nəticə əldə olunur. Sonda yenə bu keçdiyimiz yolu bir düstur şəklində xatırlatmaq istəyirəm. Pəhriz
üstə gələk təlim, üstə gələk zəhmət, zəhmət bərabərdir uğurlu nəticə. Hər birinizə autizmlə mübarizə yolunda uğurlar arzu eləyirəm. Güc, qüvvət, səbir, dözüm arzu eləyirəm əzizlərim. Növbəti videolarda görüşərik inşallah. Sağ olun.